Bismillahirrahmanirrahim. Elhamdülillah. Və salatu və salamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci həmişəki kimi Allahın bütün nemətlərinə görə çoxlu şükürlər olsun Allaha. Və Allah Teala bizə böyük nemət verib. İslam, əmin-amanlıq, bunlar hamısı böyük nemətlərdir. Və sonra, sevgili qardaşlar, bir hədisi şərifi xatırlamaq istəyərəm ki, həm mənə, həm də sizə faydalı olsun. Və Rasulullah sallallahu aleyhi və səlləm bilirsiniz ki, dini təbliğ eləyəndə ən gözəl təbliğ eləyən, ən gözəl səbirlə çatdıran idi. Və bir gün Rasulullah sallallahu aleyhi və səlləmlə bir yerdə oturmuşduq deyir. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, sizin hansımızın xeyirli və şərli olmasını deyimmi? Və heç kəsdən səs çıxmadı. Və Rasulullah sallallahu aleyhi və səlləm bir də təkrar etdi. Sizin hansınızın şərli və xeyirli olduğunu deyimmi? Yenə heç kəsdən səs çıxmadı. Və üçüncü dəfə təkrar etdi bunu. Yenə heç kəsdən səs çıxmır. Nəyə görə? Çünki onlar qorxurdular ki, onlar Rasulullah sallallahu aleyhi və səlləmə hansı sualı verərlər ki, onlar sonra onu eləyə bilməzlər, Allah Subhanahu xoşu gəlməz və ona görə də ədəblə, ərkanla idilər və susurdular ki, görən nə deyəcək Rasulullah sallallahu aleyhi və səlləm. Və üçüncü dəfə dayandan sonra bir kişi ayağa qalxdı, məclisdə oturanlardan birisi, dedi ki, ya Rasulullah, de ki, kimdir o, bizim şərlimiz və xeyrimiz hansıdır? Və Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, xeyriniz o kəsdir ki, ondan xeyrini umursan. Bilirsən ki, bu adamdan həmişə xeyr gəlir. Və bu adam xeyr işlər görür. Və onun şərrindən əmin-amanlıqda olursan. Bilirsən ki, bu adamdan şər gəlmir. Şər, xətar dəyməz sənə. Və sizin şərliniz odur ki, ondan bilirsən ki, bu adamdan insana şər gəlir. Şər toxunur həmişə. Və onun şər əməllərindən də nədir? Zamanətdə deyilsən. Yəni ki, bilirsən ki, bundan şər də gələ bilər. Həm şər eləyir və xeyirli deyil. Yəni, o adamdan xeyir gəlmir. Yəni, bu hadis-i şərif bir daha göstərir ki, İslam dini gözəl əxlaqa dəvət edir. Və əlbəttə, heç kəs istəməz ki, ya özü şərli olsun, ya övladı şərli olsun və yaxud da başqa biri şər insan olsun. Və şər heç vaxt heç kimin xoşuna gəlməyən bir şeydir. Və Rasulullah sallallahu aleyhi və səlləm də bu hədisdə buyurur ki, yəni insan gələk xeyr əməllər görsün, xeyr işlər görsün, xeyirli olsun, həmişə. Və insanlar ondan daim etibar etməlidirlər ona. Ki, adam həmişə xeyr üzərindədir, xeyr işlər görür. Və ondan heç vaxt şər görməz. Yəni, şər insanı, yəni şeytanın vəsvəsələridir. Şeytan onu o yola sürükləyir, o çirkin işləri, mundar işləri ona görməyi əmr. Ona görə də yəni, hər bir müsəlman əxlaqa fikir verməlidir. Yəni, bunlar hamısı bizim dinimizdən gəlir, bizim dinimizdəndir. Nə ki var idi bizdə, olan bütün əxlaq, hamısı bizim dinimizdən idi. Nə vaxt onlar gedir, getdikcə bütün hər bir şeyi itirir. İnsanlarda şər niyə görə çoxalır? Çünki şərlə xeyri ayıra bilmirlər. Yəni, şərri də xeyr göstərir. Yəni, şeytan onlara deyir, pis əməllərin gözəl göstərdi. Allah Teala Quranda buyurur. Gözəl göstərir onlara. Yəni, o şərri, o yalanı, o çirkin, mundar işləri gözəl göstərir. Hətta ondan danışır, fəxr edir insan. Ona görə də müsəlman gerək şərli olmamalıdır. Və həmişə xeyr olmalıdır. Və ondan xeyr olmalıdır. Bilməlidirlər ki, bu adam heç vaxt şər sənə zərər verməz, zərər gəlməz. Gör, nə qədər insan qəlbi təmiz olmalıdır. Nə qədər Allahdan qorxmalıdır, nə qədər Allaha yaxın bəndə olmalıdır ki, yəni insanlar da onda əmin-amanlıqda olmalıdırlar ki, bundan xeyirdən başqa heç nə gəlməz. Ona görə biz də çalışmalıyıq həmişə ki, həm özümüz xeyr əməl sahibi olar, xeyirli olar, özümüz üçün, ailəmiz üçün, yaxınlarımız üçün, xalqımız üçün, cəmaatımız üçün, müsəlmanlar üçün və həmçinin şərdən uzaq duraq və şərri heç kəsə xətər yetirməyək şərlə və insanlar da bir-birinə qarşı etibarlı olmalıdırlar, ehtiyatlı davranmalı deyirlər ki, bundan
şər adamdır, bundan nə üçün gözləmək olar? Yəni, belə deyil də, bizdə belə deyirlər ki, bundan nə üçün gözləmək olar? Bunda xeyirdən başqa hər şey var. Yəni, o sifət bizə yaraşan sifətdir. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, sizin xeyriniz budur, xeyirli olanınız və şərli olanınız da bu cür sifətli bir insandır. Ona görə biz də çalışmalıyıq ki, bütün bu şər sifətlərindən uzaq duraq, xeyirli sifətlərimiz olsun, yəni xeyirli olaq, həm özümüzə, həm də başqalarına, yəni ölkəmizdə xeyriyyəyə. Ona görə də Allahdan istəyirəm ki, Allah bizi bağışlasın, Allah bizə rəhm eləsin. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, mən bütün əxlaqları tamamlamaq üçün gəlmişəm. Düzdür, bugün danışırlar bəziləri, Rasulullah sallallahu aleyhi və səlləm haqqında çox şeylər danışırlar, tərbiyəsiz şeylər danışırlar. Yəni, bunlar artıq axirətlərini də itiriblər, dünyalarını da itiriblər. Yəni, ədəb, ərkan, yəni, yalan, böhtan, ailəsi haqqında danışırlar. Yəni, bu həmişə olub. Yəni, bu həmişə olub və həmişə də sevilibdir və həmişə də seviləcəkdir, əlhamdülillah. Və kim ki, nə inəyir, əlbəttə ki, ona görə də cavab verəcəkdir. Və Allah Teala müsəlmanlara kömək olsun, Allah Teala bizə rəhm eləsin, Allah bizi xeyr içərisində etsin, Allah Teala bizi xeyirli insanlardan da etsin. Allah razı olsun. Subhanəkallahumma bihamdik, nəşhədən la ilahə illə entə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun, barakallahu fikum.